Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci də yenidən bir yerdəyik. Bir də xatırladaq. Məhz yarım finalın cavab oyunudur. Lənkəran və Galaksi komandaları üzləşir. Komandalar fasilə 1-1'lik bərabər yollandılar. İlk oyunda nəticəsi 3-3 olub. Hesab 4-4'dür. Ramil Əhmədov. Galaksiyada vurulan yeganə qolun müəllifi. Digər tərəfdə isə görüşün 4-cü dəqiqəsi idi. Səhv etməmsə Ədalət Qafarov hesabı açmışdı. Mirmehdi Rızayev. Orada Poladovla mübarizə apardı Mirmehdi. Yaydı rəqibinə Mirmehdi. Soldan yantarlar silkələdi. Səsi verişmək mümkün olmadı. İlkin Əzizov. Ədalət qarşıladı. Out. Əsgər Alişanov. Əsgərə qarşı qayda pozulur. Top hərəkətdə. Ədalət sonunda özünü çatdırdı. Out. Top kapıdan geçti. Samir Əmziyev tamamladı. Lənkəran oyuncuları bir-birlərini başa düşmədilər. Bir anlaşılmazlıq və Galaksi bunu dəyərləndirir. Eyvaydın başladı Ramil Əhmədovun ötürməsinə Samir Əmziyev. Galaksi fasilədən qolla qayıdır. Görünür ki, fasilədə edilən məşvərət Vitali Borisovun yetirmələri. Fasilədə rəqibi yaxşı analiz ediblər və komanda yararlı oldu. Gör indi Lənkəran özdə tilsimi qıran hesab açan Lənkəran tərəfi. Lənkəran təmsilçisi rəqibə cavab verə biləcəkmi? Hesabda artıq Galaksinin üstünlüyü var. Əsgər Alişanov, Ramil Əhmədov, Ruslan Poladov, Samirlə oynadı. Həmzəyev. Son anda Məhəmməd Əliyev ayağı ilə reaksiya verdi. Ədalət Qafarov. Elgün oynadı. Elgün Abbaslı. Ruslan Poladov. Yerlə ötürmə. Elçin İsmailov topladı. Elçin gözlətmədən zərbə. Mirmehdi Rızayev. Cina dəyişili Ədalət. Burada rəqibə Poladov idi. Top gəlmir. Mirmehdi. Elçin. Fərd Abbasov. Samir var önündə Fərid. Yayında rəqibinə Fərd Abbasov ötürmə. Elgün oynadı. Xəttin üzərində saxladı Elgün Abbaslı. İlkan axtarır. Zərbə indirməyə qarşı Elçin var idi Fərid. Rəqiblərin ötəsindən zərbə indirsə də uğurlu alamır. Top qapının üzərinə meydana tərk edir. Elçin İsmailov. Diaqala doğru ötürmə ünvansızdır. Məhəmməd Fərid. Premier Liqanın yaz mövsümü yarım finalın cavab oyunu. Lənkəran və Galaksi komandaları üzləşir. Galaksinin 2-1'lik üstünlüyü var Lənkəranın önündə. Xatırladaq ki, artıq finala vəsiqə qazanan
bir tərəf bəllidir. Bu Bakıdır. Leon Sumqayıtı minimal fərqlə məğlub edərək məhz onlar finala vəsqə qazandılar. Finalda rəqiblərini gözləyirlər. Bu görüşdə də hesabı Lənkəran tərəfi atsa da üstünlərini görə bilmədilər. Galaxy comeback geri dönüş etdi. Onların 2-1 üstünü var. İlk oyun nəticəsi 3-3 olmuşdu. Bu oyunda Galaxy 2-1 öndədir. Odur ki, hesab 5-4'dür. Məhəmməd qapçı soyuqqanlıdır. Riskli hərəkətlər izlədi. Ramil Əhmədov. Ramil ötürmək etmədi. Bir Mehdi blok qoydu. Samir Əmzəyev. Nadar araya girdi. Elgün Abbaslı. Cina doğru ötürmə. Məhəmməd Aziyev. Son müdaxilə Elçin İsmailovdan out. Fərid. Mirmehdi Rızayev. Nadar. Elgün Abbaslı. Təmraz Əmircanov. Məhəmməd görə kimlə oynayacaq? Mirmehdi Rızayev. Orada Samirin təzyiqi var. 2-11 nömrə üz-üzə idi. Məhəmməd Aziyev. Müdaxilə vardı, yıxılmadı. Məhəmməd topladı. Məhəmməd! Lənkəran niyyətində əvəz etməyə başladı. İndi bəhs edəcəm. Elgün Abbaslı. Bu arada İsmail İsmailov meydana daxil olub Lənkəran heyətində. O da komandanın gənc üzvlərindən biridir. Görə təlimatdan sonra meydanda necə mübarizə aparacaq? 20 yanvar Asfar Arena. Görüşün bitməsinə təxmini olaraq 17 dəqiqə yaxın bir müddət qaldı. Bərib olunub artıq Məhəmməd Aziyev. Mirmehdi top meydanda saxlama bacardı Məhəmməd. Mirmehdi Rızayev. Ədalət. Mirmehdi rəqibindən sıyrıldı amma ardı gəlmədi. Bu arada korner. Ədalət Qafarov. Məhəmməd. Təmrazın müdaxiləsi var out.
Ədalət Qafarov. Mehmet Əliyev. Mehmet özü zərbə endirdi. Yarım çıqqılan əmləni tamamlaması ilə Mehmet'in zərbəsi keçmədi. Vaydov əksəmlə başladı. Elçin İsmailov topladı. Elçin Cina dəyişili və gol! Gökhan Kartal tamamlamağı bacarır. Üçlü birgə kombinasiya etməz. Gol sevincilərində birgə nümayiş etdirdilər. Vaydov, Elçin İsmailov Mesutlar ötürüm ondan gəldi və sonra da Gökhan Kartal son nöqtəni qoydu. 3-1 fərq 2-yə yüksəldi. Artıq Lənkəran fərqli bir əvəz etməkdir. Kifayət qədər vaxt qalmasına baxmayaraq Fərdi Abbasov qapıcı oyuncu kimi mübarizə aparacaq. Mehmet Əliyev əvəzləndi. Fərdi Abbasov. İlkin. Ferit, Cina dəyişili Mir Mehdi. İlkin Abbaslı. Nadar. Məhmədə çevirdi Məhməd Hacıyev. O da müqaməti itirdi. Fərdi Abbasov. Ötürmə, orta Ədalət. Təmraz. Sam Rəmzəyev. İlkin təzyiq var. Samir geri götürmə. Təmraz Əmircanov. Eyüp çevirdi. Elçin İsmailov. Samir. Zərbə keçmədi. İlkin Abbaslı. Ədalət Qafarov. Mir Mehdi Rızayev. İlkin uzaq məsafədən zərbə. İlkin Abbaslı. Enzizov məyus etməyə bacarır. Yerlə uzaq güncü nişan aldı. Əzov çata bilmədi. 2-3. Olan qolların bir nəvəz çıxılar. Lənkəran etinin əvəz etmə başlayacaq. Biz alimi meydanda görəcəyik. Alim Qafarlı meydana daxil oldu artıq. Notar əvəzlədi. İlkin Abbaslı. İlkinin zərbəsi Zizov. Əksəmlə başladı. Elçin İsmailov uzaq məsafədən zərbə. Fərdi yerindədir. Ferit. İlkin. Ədalət orada səy göstərsə də, cəhd etsə də. Zərbə dirək dəydi. Təmraz Əmircanov. Təmraz qapı tirib. İlkin bu sağlaşdırma həmləsi idi.
Ruslan Polatov. Diagonala doğru ötürmək üçün gözləmirdi bu ötürməni. Xoş gördük, xoş gördük. Hesab 3-2'dir, Galaxy 3-2 hesabın öndədir. Lənkəran önündə Fərid Abbasov. Mirmeti Rızayev. Fərid oynadı. Təmral rəqibini qalalama bacardı. Elgün Abbaslı. Ruslan təzyiq var. Təzyiq öz bərəsi göstərdi. Elçin İsmailov. Ayaq saxladı Əmircanov. Ədalət. Topu qazanma bacardı Məhməd Hacıyev. Notar. Notar Məmmədov. Notar. Zərbə keçmir Ruslan Polatov. Zamili yenə meydanda görüyor. Elçin gəlişinə zərbə Fərid. Korner izləyək. Ötürmə və gol! Ramil Əhmədov. Korneri qola çevirdilər. Ruslan Polatovun ötürməsində. Ramil Əhmədov dublyon rəsmiləşdirir. 4-2 fərq yenidən 2-yə yüksəlir. Ədalət Qafarov. Ev texniki zonada dincini alır. Sam Rəmzəyev. Gökhan Kartal. Sam Rəmzəyev sırılır rəqibindən. Təmraz Əmircanov. Diagonala doğru ötürməkdə keçmədi. Mirmeti Rızayev. Fərid Abbasov. Mirmeti. Notar. Mirmeti. Bir ötürməksə Əzizov. Ədalət imkan vermir. Soruları deyil Tobaut. Hesab 4-2'dir. Galaxy 4-2 hesabın önündedir. Lənkəran önündə. Məhməd Hacıyev. Nodar. Fərid. Məhməd Hacıyev. Məhməd yerlə zərbə. Burada blok gəldi. Təmraz. Özünü sipəridir gövdəsi ilə zərbənin qarşısını kəsir. Samir Əmizəyev. Elçin İsmailov. Nodar. Mirmeti Rızayev. Orada Təmrazdan blok gəldi. Gökhan Kartal. Bir daha qeyd edək. Premier Liga yaz mövsümü yarın finalın cavab oyunu. Lənkəran və Galaxy komandaları üzləşir. İlk oyunun nəticəsi 3-3 bitir. Bu oyunda Galaxy 4-2 hesabı ilə öndədir. Hesab 7-5'dir. Galaxy'nin lehine. Finalda artıq adı bəllidir. İlk adı bəllidir. Bu Bakıdır. Lyon Sumqayıtı məğlub etdilər. Galaxy isə finalı ikinci adı olmaq istəyir. Gökhan Kartal dəyərləndirə bilmədi. Fərid Abbasov. İlk hissədə, ilk dəqiqələrdə biz onun 3-cü qismində izlədik. Daha sonra 6-cı oyuncu qapıcı kimi mübarizə var meydanda. Ədalət Qafarov.
Mirmehdi. Rızaev son zərbədə alınmadı. Top meydan tərk edib, yenidən yoxlayacaqlar. Mirmehdi. Bu dəqiqələrdə deyə bilərəm ki, Lənkəran adına ən hərəkətli oyuncu. Meydanda ən aktiv, ən yaxşı mübarizə aparan oyuncu məhz odur. Elgün Abbaslı. Ötən oyun ilk oyunda dubl etmişdi, bu görüşdə də fərqlənib. İki oyun içində 3 qol aktivinə yazılıb. Mirmehdi. Mirmehdi. Zərbə əsnasında müqamətini də itirdi. Mehmet Hacıyev. Mehmet. Artıq qapı boşdur. Müdafiəni hazırda yaxalayıblar. Hətta son anda Fərid Abbasov belə bir imkanı necə dəyərləndirə bilmədilər. Fəridlə 3 oyuncu üzbə-üz idi. Təmiraz Əmircanov. Fərid. Fərid Abbasov. Elgün oynadı. Mirmehdi Rızaev. Mirmehdi ötürmə. Ədalət Qafarov tamamladı. Zaşgözəm. Qapı yanında gözlüyürdü bu ötürməni. 3-4. Son dəqiqələrdə fərq minimum enir və indi. Galaxy adına bir dəqiqəlik time-out. Tural. Hay Tural. Ağayev. Mənim saatımla son 3 dəqiqə, amma time-outlarda nəzər alsaq, ən azı 5 dəqiqə. Bəli, elə ədalət təmsilçisi bunu xatırlatmasını edir. Ən azı 5 dəqiqə. 4-3'dür bəli. İlk oyun 3-3. Galaxy indi hal-hazırda 4-3 öndədir. Bu arada biz time-outdan sonra Lənkəran heyətində bir əvəz etmə görəcəyik. Toğrul Hacıyev meydanda mübarizə aparacaq. Dünya çempionatına görə ancaq qısıtlama və əngəl yeyirik. Dünya çempionatı bitdikdən sonra həm yayımız düzələcək, həm də bu qısıtlamalar. Oyun mərkəzdən başlayır. Dəmrals. İkin Əzizov. Fərid Abbasov. Etçənə doğru çatmadı Məhəmməd Blokoydu ədalət. Elkinə doğru Təmrals. Meydanı tərk etməyib Samir Əmizəyev. Ramilə təzyiq var. İlkin Əzizov. Samir Əmizəyev. Samir. Təmrazın ötürməsi bir qədər səliqə salınır. Düşüncə yaxşı idi ötürməyi. Uğurlu alınmadı. Mirmehdi Rızaev. Lənkəran yenidən yoxlayacaq. Onlara bir gol məğlubiyyətdən xilas olmaq istəyirlərsə bir gol havası kimi lazımdır. Elginin zərbəsi 2 hizmətə blok gəldi. Samir Əmizəyev. Burada bir qədər izafi güc var idi. Toğrul Hacıyev. Elgün Abbaslı. Fərid.
David. Orada səhvə yol verdilər. Samir Rəmzəyev qapı boşdur. Samir Rəmzəyev. Əff etmir, bağışlamır. Beşüç bəlkə də Lənkəranın qalan ümidlərini qırdılar. Ədalət. Fərd Abbasov. Mirmeti Rızayev. Elgün Abbaslı. Məhəmməd Aziyevin servisi bir qədər kör nöqtəyə idi, alınmadı. Aleykümselam, yaxşı Fəqan, yaxşı. Samir Rəmzəyev. İlçin İsmailov. Roma, sen başla. Hadi. Temrals. Temrals. Blok geldi. Poladov. Mehmet Aziyev. Torlaziyev. Onun karşı kesilir. Ramil Əhmədov. Sam Rəmzəyev. Mirmettin müdaxiləsi var idi. Ədalət. Top itirdi. Samir. Renderlə zərbə. Ramil Əhmədov. Bax indi ifadə öz səsini tapır ki, həqiqətən də rəqibin bütün ümidləri qırılır. Və bu görüşün sonu oldu. Galaxy 6-3 hesabı ilə Lənkəranı məğlub etdi. Növbəti mərhələyə adlayan tərəflər oldular. Finalda Bakı ilə üzləşəcəklər. Möhtəşəm bir final bizi gözləyəcək. Bakı və Galaxy finalı. Bu gözləm üçün hər iki komandaya təşəkkür edirik, təqdir edirik, təbrik edirik. Hər iki komandaya uğurlar arzu edirik. Növbəti oyunlarda finalda görüşmək diləyilə. Sağ olun, salamat qalın.